Salam hörmətli izləyicilər, Yeni Günəşli qəsəbəsi D massivi 17 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində studiyo 2 otaqlı, tam təmirli, əşyalı təklif olunan mənzili təqdim edirəm. Hal-hazırda ümumi otaq hissəsindəki videoda gördüyünüz bütün əşyalar mənzildə qalır, sadəcə televizor çıxarılacaq. Sənəd çıxarışdır, yəni kubca. Mənzilin ümumi sahəsi 68 kvadratdır. Mənzildə müəyyən qədər layihə dəyişikliyi edilib, studiyo 3 otaqlıdan studiyo 2 otaqlıya çevrilib. Dəhliz, mətbəx olan hissə döşəmə, isti döşəmə ilə təchiz olunub. Bura mənzilin yataq otağıdır. İki otaq arasındakı divar ara kəsmə götürülüb, böyük yataq otağı düzəldilib. Yataq otağından sadəcə uşaq çarpayısı, kiçik dolab çıxarılacaq. Açıq eyvana giriş-çıxış var. Qalan yataq dəsti, əşyalar mənzildə qalır. İstilik sistemi kombidir, qaz, su, işıq, fasiləsizdir kompleksdə. Kompleksin geniş həyəti, uşaqlar üçün oyun meydançası, yeraltı avtomobil dayanacağı var. Bu hissədə isə dəhlizə aid dəhliz qardırobu quraşdırılıb. Blok daxilində 2 sürətli Sigma lifti fəaliyyət göstərir, giriş qapısıdır. Giriş qapısından sağ istiqamətdə ümumi olan sanuzə qovşağı yerləşir, tam təmirlidir. Bütün aksesuarları quraşdırılıb. Bir daha məlumatları qeyd edim. Mənzil yerləşir 17 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində studiyo 3 otaqlıdan 2 otaqlıya düzəlmədir, tam təmirlidir, sənəd çıxarışdır. Mənzil 170 min manata təklif olunur.